hörmətli qonaqlar, hörmətli tədbir iştirakçılar, sizi hər birinizi Sabit Rəhmanın ev muzeyindən salamlayıram və hər birinizə xoş gəlmisiniz deyirəm. 18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə təşkil etdiyimiz muzeylər tarixin aynasıdır tədbirinə başlayırıq. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda qanından, canından keçmiş vətən oğullarımızın, igidlərimizin ruhunu bir dəqiqəli sükutla yad edək. Allah rəhmət eləsin. Muzeylər. Muzeylər tarixin qan yaddaşıdır. Əsərlər zamanın yol yoldaşıdır. Dil açıb danışan hər ilmə, hər daş könül möcüzəsi, can serdaşıdır. Muzeylər. İlk baxışda sakit, səssiz məkan. Dilsiz, amma danışan. İllərlə sinəsini sifər edən tariximizi yaşadan muzeylər. Bugün muzeylərdə böyük bir canlanma var. Bunu qeyd etməsək olmazdı. Əslində muzey işi mənəvi yükü ağır bir peşədir. Hərdən muzey fəaliyyətində bəzi təzadlı fikirlər olur, amma həqiqətən də muzey işçisinin həm mənəvi borcu var, həm də vəzifə borcu var. Çox ağır, güclü bir mənəvi yükü olan bir peşədir əslində muzey işi. Azərbaycanda ilk muzey 1940-cı ildə Şəkidə Mirzə Fətəli Axundzadənin ev muzeyi yaradılıb. Və daha sonra isə hal-hazırda Azərbaycanda Şəkidə 4 görkəmli şəxsiyyətin ev muzeyi fəaliyyət göstərir. Rəhbərlik etdiyim Sabit Rəhmanın ev muzeyində də bugün 2 görkəmli şəxsiyyətin həyat yaradıcılığı gələn tamaşaçılara təbliğ olunur. Əslində muzeylər təkcə təbliğat müəssisəsi deyil, həm də elmi tədqiqat müəssisəsidir. Bura gələn hər bir tamaşaçı həm özü üçün nəsə bir məlumat götürür. Mən bir-iki kəlmədə, bildiyiniz kimi bu Sabit Rəhmanın 115 illiyidir. Mən bir-iki kəlmədə Sabit Rəhman haqqında demək istəyirəm, fürsətdən istifadə eləyib. Sabit Rəhman əslində təkcə Azərbaycan ədəbiyyatı üçün yox, həqiqətən həm də Azərbaycan mədəniyyəti üçün böyük töhfələr verilmiş bir şəxsiyyətdir. Sabit Rəhmanın əsərləri hələ 1940-cı ildən başlayaraq o vaxtki Azərbaycan dram teatrında, hal-hazırdakı Akademik Milli Dram Teatrında bir-birinin ardınca əsərləri tamaşaya qoyulub. Nişanlı qız, xoşbəxtlər, toy, Əliqulu evlənir və s. Hər biri də bir anşlaqla qarşılanıb onun əsərləri. Sabit Rəhman təkcə komediya yazmayıb, o həm də senari sahəsində böyük uğurları olmuş bir şəxsiyyətdir. Arşın Mal olan, O olmasın, Bu olsun, Əhməd Hardadır, Koroğlu, Ulduz kimi filmlərin senari müəllifidir. Arşın Mal olan filminin senarisini oxuyan Üzeyir Hacıbəyov deyir ki, mənim gülüşümü Sabit Rəhman hoqqabaza çevirmədi, onu ekran üçün, ona can verdi. Onu da qeyd edim ki, Sabit Rəhman hələ 1923-26-cı illərdə Darül müəllimdə oxuyanda onun nəğmə müəllimi Üzeyir Hacıbəyov olub. Həqiqətən də Sabit Rəhmanın əsərli qələmindən süzülən sözlər həqiqətən bugün xalq arasında bir aforizmə çevrilir. Əhməd Hardadır filmindəki Əhmədin anası ölməyib ki, yaxud gülüş ustadımız Lütfəli Abdullayevin orada dediyi buna da bir quş, yəni bugün xalq arasında bir deyilə, bir aforizmə çevrilir. Yəni onun əsərləri bugün də tamaşaya qoyulur, sevilir, baxılır. Yəni bu bizim üçün şərəfdir ki, belə bir muzeydə fəaliyyət göstəririk. Mən qarşıdan gələn 18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə bütün həmkarlarıma təbrik edirəm. İşlərində, bu şərəfli işlərində onlara uğurlar arzulayıram. İndi isə tədbirimizi aparmaq üçün muzeyin bərpaçı rəssamı Aynur xanım söz verirlər.
sağ olun. Hər birinizi bu qədim və tarixi məkandan salamlayıram və hər birinizə xoş gəlmisiniz deyirəm. Muzeylər dünyanın sirdaşı kimi ötən əsrlərin dilsiz səsidir. O bizə keçmişdən canlı soraqdır. Bugün üçün dünənin xatirəsidir. Sabahsa bu günü andıracaqdır. Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü İKOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Azərbaycanın çox qədim və zəngin mədəniyyət tarixi olmasına baxmayaraq, muzey işinin inkişafı o qədər də uzaq keçmişə boylanmır. Azərbaycanda ilk muzeyin yaradılmasından bizi cəmi bir əsrdən də az vaxt ayırır. Lakin tarix üçün çox qısa vaxt kəsiyində olan bu dövrdə muzeyşünaslığın inkişafında diqqətə layiq nəticələrə nail olunub. Sabit Rəhmanın doğulduğu ev 2001-ci ildən muzey kimi fəaliyyət göstərir. Muzeyin rəsmi açılışı 8 iyun 2001-ci il tarixdə baş tutmuşdur. Muzeydə Sabit Rəhmanın həyatının Şəki və Bakı dövrlərinə dair və ədəbi yaradıcılığı ilə bağlı, o cümlədən oğlu görkəmli bəstəkar Emin Sabitoğlu'nun həyat və yaradıcılığı ilə bağlı 707 eksponat qorunub saxlanılır. Beləliklə, muzeyə gələn tamaşaçı Azərbaycanın iki görkəmli ədəbiyyat, incəsənət və mədəniyyət xadiminin həyat və yaradıcılığı ilə tanış olmaq imkanı qazanır. Gəlin, indi Emin Sabitoğlu'nun bəstələdiyi o gözəl mahnılardan birini dinləyək. Sözü verək Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin müəllimi Anar Həsənova. Geçtim gözlerim bu dünyaya, sevilmeye öğredim. Kipriklerinle koydum, saçlarınla yaşın yar. Aman dayan bakışlar, güzelliğin başına. Yüreğimi yansam da öz sevgimi atmana, yüreğimi atsam da öz sevgimi atmana. Sana olan eşliğimi sana da alçaltmana, sana olan eşliğimi sana da alçaltmana. Mehriban gülüşünle nergisler yaranıptır. Mehriban bakışınla dalgalar daranıptır. Kipriklerinle koydum, saçlarınla yaşın yar. Aman dayan bakışlar, güzelliğin başıma. Yüreğimi atsam da öz sevgimi atmana, yüreğimi atsam da öz sevgimi atmana. Sana olan eşkimi sana da alçaltmana, sana olan eşkimi sana da alçaltmana. Yüreğimi yansın
Sənə olan eşqimi sənə də alçatmaram. 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 Ulu önderimiz 1983 ildə Cəfər Cabbarlının Ev Muzeyinin açılışında demiştir. Muzeylər görkəmli insanların varlığından xəbər verən möhtəşəm tarixin yaşadıcısıdır. Həqiqətən bu fikirdə böyük həqiqət var. Bugün Azərbaycanda muzey şəbəkəsində görkəmli şəxsiyyətlərin xatirə muzeyləri mühüm yer tutur. Şəkidə Azərbaycanın 4 görkəmli şəxsiyyətinin ev muzeyi fəaliyyət göstərir. Onu da qeyd edərək deyək ki, Azərbaycanın 2 görkəmli ədəbiyyat xadiminin yubileyi 2025-ci ilə təsadüf edir. Bu il Sabit Rəhmanın 115, Bəxtiyar Vahabzadənin isə 100 illik yubileyidir. Bəxtiyar Vahabzadənin gözəl şeirlərindən birini Dilbər xanımın ifasında dinləyək. Salam hörmətli tədbir iştirakçıları. Təbii ki, bugün Bəxtiyar Vahabzadənin 2 şeirini deməliydim. Biri Sabit Rəhmana həsr olunmuş şeirdir, birisi isə yaşdan gileyliyəm şeir olacaq. Bəxtiyar Vahabzadə təxminən 46 yaşında belə bir şeir yazdı və dedi ki, mən 15 yaşında, 20 yaşında elə bilirdim ki, 40 qocalıqdır. 50'ye çatıram, ancaq başımda uşaqlıq havası hələ qalıbdır. Elə bir dünəmdir, çiynimdə çanda qorğa yeyə dərsə getdiyim. Elə bir dünəmdir, o qamışaqda nəzir qamçı vurub at səyirtdiyim. Hiss edə bilmirəm yaşımı neynim. Ürək o ürəkdir, həvəs o həvəs. Gah arana düşür, gah dağa meylim. Nədir qəlbimdəki bu duyğular bəs? Elə bir dünənin uşağıyam mən. Bu eşqə, həvəsə bəzən gülürəm. Ancaq qınamıram özümü bəzən. Axı nə yapdım ki, nə yuxu görəm? Gənclikdən əlimiz üzülən kimi dünyadan 4 əllə yapışırıq biz. Yaşımız ötdükcə ağaclar kimi dərinə işləyir rişələrimiz. Odur bax, həyətdə qopur vəlvələ, uşaqlar oynaşır, dırmaşır dama. Mən də onlar ilə verib əl-ələ qaçmaq istəyirəm şahlığıma. İstəyirəm gizlənib xaç oynayım yenə. Başıma götürüb çölü, çəməni. Elə gizlənim ki, düşüb izimə heç tapa bilməsin qocalıq məni. Ancaq yaş özünü göstərir ərdən. Ürəkdə çox gizli döyüntülər var. Küçədə, bayırda tövşüyəndə mən sanıram yoxuşdur, daşdır günahkar. Çöldə balalardan geri qalanda neynəsin bu yoxuş, bu daş bilmirəm. Ancaq gözəlliyə heyran olanda özümü oğlumla həmyaş sanıram. Zaman hər şeyi silir, hər şeyi dəyişir. Yalnız tarixdə əbədiləşən qalır. Həyat qum saati kimidir. Göz görəsə axıb gedir, nə tutub saxlamaq mümkün deyil, nə də geri döndərmək. Bu həmişə dəyişən, daim axar həyatımızda əbədi qalan, tarixdə iz qoyan ölməz sənətkar adıdır. Onun yaratdığı ölməz sənət əsəridir. Emin Sabitoğlu da yüzlərlə belə sənət əsəri yaratdı. Görkəmli bəstəkarın vəfatından 25 il keçsə də, onun bəstələdiyi mahnılar hələ də səslənir və yenə də səslənəcək. Söz yenə musiqinindir.
gözü, pencere sözü yaraladı dilberme. Söz yarası yaman olur, göyledir bildirme. Söz yarası yaman olur, göyledir bildirme. Ne için könül dağlardarsın, gözyaşları şalladarsın, gündemin yol ağlardarsın, var bir yol güldürmeli. Ne için gönül dağlardarsın, gözyaşları şalladarsın, sonra bin yol ağlardarsın, indi bir yol güldürmeli. Gecelerdi, gündüzlerdi, dilimde mutlu sözlerdi. Gecelerdi, gündüzlerdi, dilimde mutlu sözlerdi. Ah bu gözler, ne gözlerdi, öldürür dirildirmedi. Ah bu gözler, ne gözlerdi, öldürür dirildirmedi. Ne için gönül dağlardarsın, gözyaşlarım şalladarsın, gündemin yol ağlardarsın, var bir yol güldürmeli. Ne için gönül dağlardarsın, gözyaşlarım şalladarsın, sonra min yol ağlardarsın, indi bir yol güldürmeli. Ne için gönül dağlardarsın, gözyaşlarım şalladarsın, gündemin yol ağlardarsın, var bir yol güldürmeli. Ne için gönül dağlardarsın, gözyaşlarım şalladarsın, sonra min yol ağlardarsın, indi bir yol güldürmeli. Ulu önderimiz muzeyler hakkında belə demiştir. Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur. Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi bölgənin ilk diyarşünaslıq muzeylərindən biridir. Uzun illər həmin muzeyin direktoru olmuş Yaqub Cəlalova da bugünkü tədbirimizin qonaqları arasındadır. Onun dəyərli məsləhətlərini, ürək sözlərini eşitməkdən çox məmnun olardıq. Buyurun ya. Çok sağ olun Pərvanə xanım. Bu gözəl gün, bu gözəl tədbir üçün. Muzeylər mənim üçün çox əzizdir, doğmadır. Bu kollektivi görəndə, muzey həmşələrimizi görəndə çox sevinirəm. Dünənimizi, bugünümüzü sabahki nəsillərə çatdırmasında muzeylərin rolu böyükdür. Yəni ki, bunun da gücü bizim muzey işçilərinin çiyninə düşür əlbəttə ki.
şəhərini, ölkəsini dünyaya tanıtmaqda bu işçilərin rolu böyükdür. Xalçaçılıq Muzeyin direktoru Röya xanım deyərdi ki, biz muzey işçiləri fədailər olub. Doğrudan da fədailərdir. Bunlar Azərbaycanın ilk muzeylərin biri də Şəkdaşınan Tarix-Diyarşünaslıq Muzeyidir. Bu il 100 illiyidir. İndi kiminsə yadına düşsə, kimsə keçirsə, 100 illiyidir. Yəni ki, bölgələrdə ən çox muzey olan şəhər bizim şəhərimizdir. Ən gözəl muzey işçiləri, ən gözəl muzeydə çalışanlar, özünüz yaxşı bilirsiniz, Respublika muzeylərinin hamısından xəbərim var, çox olmuşam, çox gəzmişəm. Doğrudan bizim kollektivlərimiz çox gözəldir. Yəni, fəxr edirəm ki, belə kollektivlərimiz var. Çox sağ olun ki, bugünkü tədbirin gözəl keçməsində rolunuz böyükdür, bir arada gəlirik. Çox gözəl. Ümumiyyətlə, Şəki torpağı Azərbaycana çox daxilər bəxş edib. Dramaturgiyamızın banisi Axundovdan başlanmış Sabit Rəhmana qədər ən gözəl yumorla, ən gözəl gülüş ustaları Şəki yetişdirir. Şəfiq Axundovamız var, Evin Sabitoğlumuz var, Bəxtiyar Vahabzadəmiz var, Sabit Rəhmanımız var. Bugünkü gündə Rəşid bəy Əfəndiyevimiz var. Muzeyin ilk Şəkidə təməlini qoyan Rəşid bəy Əfəndiyev olubdur. Mən onu axıra saxlayırdım. Rəşid bəy Əfəndiyev olub. İlk dəfə açılıb Rəşid bəy Əfəndiyevin evində. Öz harda yaşayır, orada açılıb. Sonra 25-ci ildə Xalq Maarif Komissarlığının təşəbbüsü ilə yaranmışdı. Xan Sarayının həyətində olub muzey. Sonra Rəşid bəy Əfəndiyevin evində olub. Sonra Xan Sarayının yanında xəstəxanada yerləşib. Hal-hazırda Kərvansarada, indi bugün gündə atıl olan Kərvansarada, sonra da hal-hazırdakı binamızda. Ancaq bütün rayonlarda bu gözəl binalar tikilirdi Şəkidə. Çox təəssüf ki, bizdə o gözəllik yox idi, çox şükür. Bugünkü gündə bizim muzeylərə çox gözəl qiymətlər verilir. Əlbəttə ki, muzey işçilərinə də həmişə qiymət verən insanların rast gəlməsini arzulayıram. Həmişə zəhmət-oza qiymət verilsin. Həmişə səs-söz ucalardan gəlsin. Həmişə hörmət qoyulsun. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun.